Herkese hoş geldiniz ve hoş gördüm deyirəm mənim kanalımda ve yeni vlog ile sizinleyəm. Bugünkü vlog motivasiya vlogu olacak ve alışverişimle sizinle de paylaşmak istəyirəm. Çünkü bugün hem Temu sifarişlerim gelip hem de size söz verdiğim kimi keçən vloglarımdan birinde apardım sizi el işi için her şey olan bir yere. Buranı belə yığdım kızlar. Bu ve o stol hələlikdir. Bunları sonra buradan aparacağım iş yerime. Hələ ki orada mənim yerim hazır deyil deyəni qalıb burada. Ona görə burada çox dağınıq görünür, amma eybi yox, müvəqqəti çətinliklərə görə üzr istəyirik. Bu dünənləri mən deməli kəsmişəm. Yenə də burada uşaqlar üçün şey düzəldirəm. Yani vesayet düzeldirəm. Ona göre bunları da bugün de bunu yığışdıracağım. Buranı polisoslayacağım ama stolun üstüne hələ əl vurmayacağım. Çünkü hələ o kadar kəsiləsi şey var ki mən sizə göstərim. Baxın, indi bunları laminasiya eləmişəm. Amma bunları bir-bir kəsib cırt-cırt yapışdırıb qoymaq lazımdır. Çox uzun məsələdir burada hələ, ona göre sadece olaraq istəyirəm ki evləri yığışdırım. Hələ bundan başqa burada da var qızlar, dəhşət. Çoxdur dünənləri əlim qabar oldu kəsməkdən. Burada da var hələ kəsiləsi şeylər, faylların içindədir, çoxdur burada. Şimdi burada kəsilməli şeyler çoxdur. Bunların hamısını kəsib, laminasiya eləyib və təzədən kəsmək lazımdır. Burada baxın nə qədər kəsmişik hələ. Bunları isə laminasiya eləməmişəm. İndi bunları laminasiya eləyib bir də kəsəcəm. Ona görə bu stolun üstü qalacaq necə var elə. Amma mən isə istəyirəm burada plisoslayım, par aparatı ilə yeri sileyim və bugün istəyirəm ki sizinlə deməli yay paltarları da çıxardım. Ona görə işimiz çoxdur. Davam edək. Bir de ki kızlar, bu yukarıda görürsünüz ne kadar şey yığılıb, bunları istəyirəm buradan hamısını götürüm, temiz olsun. Bir iki dənə qabı qalsın, mən yığışdırırım. Kimin əlinə nə gəldi yenə də qoyulur bura. İndi bu işlə məşğul olacağım. Mağazaya qaldıqda isə mən keçən vloglarımdan birində yer edəndə, mebelləri yerində dəyişəndə demişdim ki, gələcəkdə bir süfrə istəyirəm. Deməli toxuyum, ona görə bu mağazinə yol tutacağım bugün. Yəqin ki sizə də maraqlı olar, ona görə istədim ki sizi də özümlə götürüm. Bilirəm ki mənə baxan bəzi xanımlar da toxuyurlar, toxumağa maraqları var, ona görə istəyirəm siz də görəsiniz. Əgər belə bir mağazin axtarırsınızsa orada baxa bilərsiniz. Mən isə özüm üçün toxuyuram hərdən. Vaxt olanda, həvəsim olanda bu məni çox sakitləşdirir. Mən bundan zövq alıram. Bu sadəcə olaraq bir iş deyil. Bu dalımca belə deyim qaçan yoxdur, tələsdirən yoxdur. Sadəcə olaraq özüm üçün zövq almaq üçün, istirahət etmək üçün bu işlə hərdən bir məşğul oluram. Eğer mənim əvvəlki vloglarıma baxmışsınızsa bu otağı sizinlə yığışdırmışdıq. Ona görə də burada toz yoxdur. Sadəcə olaraq yenə də salfetka ilə keçirəm ki daha da təmiz olsun. Dediyim kimi burada sadəcə əşyalar yığılıb, hansıları ki götürüb yerbəyer etmək lazımdır. Bugün 6-cı gün olduğu üçün hamı da evdədir. Ona görə də hamımız birlikdə bu işlərlə məşğuluq. Hərəsi öz işi ilə məşğuldur və sonunda isə hamımız birlikdə evləri yığışdırmağa davam edəcəyik. Ən güclü və ən həvəslə mənə kömək eləyən ailə üzvüm Emildir. O mütləq və mütləq mənə kömək etməlidir. Bu arada Albina gəlir Sonyanla və göstərir ki mənə Sonya nə qədər gözəldir. Bu ən xoşu gələn işləridir, bir-birini qucaqlasınlar. Yuxarıdakı əşyaların hər birinin öz yerini tapandan sonra düşürəm aşağı və televizorun üstünü silirəm. Televizorun üstünü isə Emilin axırıncı vaxtları bir belə xasiyyəti var ki, su fıskırdanı götürür və hər yerə su fıskırdır. Düzdür, bundan hər yer ləkə olur. Televizorumuzun üstündə zaşitli ekran var, qoruyucu ekran var. Amma buna baxmayaraq su ləkələri isə qalır. Hər yerə su fıskırdır. Bizim üstümüzə də, pişiklərin üstünə də. Amma ki, neyiniyim, hal-hazırda belə bir həvəsi var. Bu işlə məşğul olmaq istəyir. Həyət evində də deyilik ki, orada oynasın. Ona görə əl vurmuram, fikirləşirəm ki, təmiz sudur. Hardasa ləkə saxlayır, düzdür, amma hardasa saxlamır, öz-özünə qoruyacaq. Amma qoy həyatının ləzzətini çıxarsın. Bu yaşı gedib, ötüb gedəcək və oynamağa çatdırmayacaq bunları. Qoy indi ləzzətini çıxartsın dediyim kimi və mən düşünürəm ki uşaqlar əgər nəsə oyun özlərinə tapırlarsa, bir şeylə maraqlanırlarsa, əgər bu şey heç kimə maneçilik etmirsə, heç kimi narahat etmirsə və bunun ziyanı yoxdursa heç kimə və heç nəyə, oynamağa davam etsinlər və burada heç bir problem görmürəm. Biraz səsim səsküylü düşür çünki pəncərə açıqdır, artıq istidir və oradan səslər gəlir. Üzürlü hesab eləyin qızlar. Çalışacağım ki biraz sakitçilik olsun, amma yenə də olmasa, alınmasa üzürlü hesab edin və mən davam edirəm yığışdırmağa. Keçirəm mətbəxə və mətbəxdə olan bu stolun üstündəki hər bir artıq şeyləri yığışdırıram. Stolun üstündəki süfrəni götürürəm yumağa və qabları yuyuram. Bəzən mənə yazırlar ki, o nə qab yumaqdır, belə qab yuyarlarmı? Bilmirəm qızlar, başqa cür qab necə yuyurlar.
Fairydən götürürəm, qablara sürtürəm və mən düşünürəm ki, hər gün bir neçə dəfə yuyulan qablar üçün bu normadır. Və görsəm ki, qabların hansısa saralıb ya da yaxşı yuyulmayıb, onları mən götürürəm sadəcə olaraq qabyon maşınına qoyuram, ya da ki özüm əlimlə sodanla, nəyləsə ciflə biraz da yaxşı sürtürəm ki, çıxsın. Amma ki belə kameradan, videodan baxıb mənə deyəndə ki, o necə cür qab yumaqdır, mənə düzün desəm çatmır ki, necə qab yumaq başqa cür olur və mən həmişə belə yumuşam qabı və məni qane edir ki, əsas odur ki, qablar təmizdir, parıldayır, belə yusam da belə. Bunlar hamısı çox gözəl məndə alınır hesab edirəm. Mən isə yenə də davam etdim. Rakovinanı da Domestosla yuyuram. Həftədə bir dəfə bu rakovinanı Domestosla yumasam, rakovina saralır. Bilirəm ki, bunun başqa bir metodu da var. Domestos olmasın, başqa bir hansısa yuyucu vasitələrlə, adi yəqin ki, sodadan, perikislə, uksusla eləsəm də təmizlənər. Amma ki, Domestos tez bir zamanda bunu edir deyənə və mən də həmişəki kimi tələsirəm deyənə bunu Domestosla eləyirəm. Amma bəlkə də gələcək üçün bir qabda bu dediyim məhlulu sodadan, perikislə, bunlarla bir məhlul düzəldib bir qabda saxlayacağım ki, tələsəndə də belə götürüm eləyim. Çünki Domestos biraz ziyanlıdır. Mən isə keçdim balkona, çox gözəl hava var və mən hər yerdəki tozları yığışdırmaq istəyirəm və bu qaz peçini buxar aparatı ilə yaxşı-yaxşı silmək istəyirəm. Həm də ki, paltar yuyan maşınımı da. Mən isə uşaqlar mövzusuna qayıtmaq istəyirəm və demək istəyirəm ki, mən həmişə çalışıram ki, uşaqlarımın nəyəsə marağı varsa, onu dəstəkləyim və köməkli edim ki, o deməli səmtdə o marağını biraz da artırım, biraz da onu inkişaf etdirim. Və məsəl üçün mənim qızım kitaba marağı var, qızımın kitaba marağı var, ümumiyyətlə oxumağa marağı var. Sadə ədəbiyyat kitablarını oxumağı xoşlayır. Hal-hazırda məsəl üçün kosmetikaya, belə bir şeylərə marağı artıb. Yenə də onu da mən çalışıram ki, ona dəstək olum yenə də. Amma ki, həmişə fikir verirəm ki, məsəl üçün kosmetika marağı artıb, amma oxumağa marağı azalmasın. Bunu mütləq və mütləq fikir verirəm ki, belə bir şey baş verməsin. Çalışıram ki, balans olsun. Məsəl üçün ikinci oğluma, daha doğrusu birinci oğluma, ikinci uşağıma baxsam, məsəl üçün o proqramistikanı xoşlayır, istəyir ki, proqramist olsun. Ən körpəliyindən bunu deyir və biz atası da çox dəstəkləyir, onu köməklik edir, inkişaf etdirir bu sahədə və mən də dəstəkləyirəm və bir də çox xoşlayır hələ lap körpəlikdən nəyisə yığsın, nəyisə kolleksiyasını yığsın. Məsəl üçün balacalıqda indi də eləyir əslində, pul kolleksiyasını yığır, sonra maşın kolleksiyasını yığır. Emil isə hələ balacadır və onun maraqları hələ o qədər bilinmir, amma yenə də bir dənə əsas marağı var maşına. Maşında nə, necə dəyişilir, necə pavorotnik yandırırlar, neynirlər, hər şeyi bilir. Özü də velosiped sürür, elə bil ki, maşın sürür. Ümumiyyətlə, lap körpəliyindən rul istəmişdi, almışdıq və rolu elə bil ki, maşın sürən kimi eləyirdi və sağla solu elə öyrənib öz-özünə və hələ ki, daha artıq belə maraqları yoxdur. Balacadır yəqin, ona görə yavaş-yavaş onda da hansısa bir maraqlar olsa, onları da mütləq və mütləq dəstəkləyəcəyik. Artıq balkonu təmizləyib qutardım və bircə yeri qaldı. Yeri də buxar aparatı ilə təmizləyirəm. Ümumiyyətlə, evdə elə yerlər var ki, hansılar ki, təmiz olanda mənim ürəyimdə sakit olur. Başa düşürəm ki, ev təmizdir, mənim üçün təmizliyi oradan gəlir və oradan başlayır daha doğrusu və bu balkondur, tualet, hamamdır və musor vedrəsi olan, zibil vedrəsi olan şkafdır. Mən isə hələ ki, buxar aparatı açılanacam. Gedirəm, saçıma yağlar vururam. Bu Faberlikin yağıdır. İndi də satılır Faberlikdə bu. Deməli, burada görürsünüz acı bibərdir içində. Bir də ripeyni yağdır. Amma mən hal-hazırda burada bir neçə yağ əlavə etmişəm bura. Bu boş qabı, sadəcə qab kimi istifadə edirəm. Və biraz ilıq halına gətirib yağları vururam başıma. Mən həm ripeyni vururam, həm Kastorova vururam, həm acı biber yağı da almaq olur. Apteklərdə var. Sonra bura deməli rozmarin yağı, efir yağı əlavə etmişəm və çox bir yağları əlavə edib bunları qarışdırıb saçma vururam. Çoxdan bunu edirəm qızlar. Demək olar ki, bir 10-15 ildir belə şeylər eləyirəm. Sadəcə olaraq indi həmişə vaxtım olmurdu. Emil balaca olduğundan, amma indi yenə də bu işləri tez-tez eləməyə qərara gəlmişəm ki, daha vaxtım biraz daha artıb, Emil biraz böyüdükcə mənim də işim rahat olur deyənə indi istəyirəm bunu yenə də davam edeyim, daha tez-tez davam edim. Belə davam edirdim, amma tez-tez etmədim. Tez-tez həftədə 2 dəfə heç olmasa eləməliyik. Hər gün eləmək lazım deyil. Ona görə indi də mən də bunu eləyirəm. Bunu başıma qoyub davam edəcəm evləri yığışdırmağa.
Dediyim kimi bugün tam subotnik eləmişik və hamı iştirak eləyir. Albina isə bizim üçün hal-hazırda abed olduğundan, yemək vaxtı gəldiyindən Albina isə bizə kotlet bişirir. Bu kotletin adı rus dilində rublini kotletdir, kəsilmiş də, doğranılmış. Belə deyim, indi Albina bu əti doğradı və içinə yumurta atır, biraz un atır, 1 xörək qaşığı ya da 2 xörək qaşığı və smetan ya da mayonez, bu da 1-2 xörək qaşığı atır və istədiyiniz ədviyyatları atırsınız, yaxşı-yaxşı qarışdırırsınız. Tavaya yağ tökürsünüz, yağ isinən kimi başlayırsınız bunu tavaya qaşıqla qoymağa, çünki bunlar duru olur, əlimizdə tutub qoymaq mümkün olmur. Arxada da görürsünüz ki, oğlum da köməklik edir, qaşıqları silir, yerinə qoyur. Əlbəttə ki, belə ideya həmişə olmur. Bizim də ailəmiz hamının ailəsi kimi hərəsi adi günlərdə öz işinin dalınca gedir, həmişə birlikdə olmuruq, amma birlikdə olanda mən ümumiyyətlə xoşlayıram ki, birlikdə nəsə edək. Ən azından birlikdə oturub yemək yeyək. Nə gözəl gül açıb mənim gülüm, baxırsınız. Nə gözəldir bu. Bunun rəngi məxməridir. Burada da var məndə, bu ağdır. O tərəfdə də görə bilərsiniz. Rozovi var. Bu yeni glazdır. Nəsə belə bir adı var bunun. Dəqiq yadımda deyil. Bu da mənim dekabristimdir. Hansı ki bu il gül açdı, amma yenə də ki mən istəyən kimi belə sulu, içi dolu yarpaqları olmadı. Bu da Emil'in quş karmuşkasıdır. Bunu bu dəfə kəndə gedəndə ağaca aparıb yadımdan çıxmasa Emil'lə birlikdə eləyəcək. Artıq yağ qızdı və biz kotletləri tavaya qoyuruq. Albina tavaya qoyur, mən isə çəkirəm. Hər yer plisoslanıb bitdi və mən başlayıram buxar aparatı ilə polları silməyə. Belə bir dəfə həftədə bu dəfə siləndə başa düşürəm ki, çox gözəl, təmiz oldu. Biz isə artıq bütün işlərimizi bitirib getdik ailəlikcə parkın içindən, mənlə Albina mağazinə. Bizim kişilərimiz isə qaldılar parkda biraz oynamağa. Baxın, Lotus orada qalıb, biz isə bura gedirik. Dənəsi 15 qəpiyədir, baxın. Bilim, Molina da var. Bu, что такое было? Leskalar, krючoklar, hər bir razmerdə. Və 3 millimetr yazılıb və qiymətləri də yazılıb. Lentlər var, hər bir rəngdə. Belə bir şeylər var, altlıqlar. Belə spitsalar var. Ruçkaların, çantaların ruçkaları var. Я хотела бы тебе... Belələri də var. Bunların qiymətləri burada yoxdur, ona görə deyə bilmirəm sizə. Nəsə belə bir şey istəyirəm. Yay üçün bir dənə çanta toxuyum. Bəlkə belə ikisini götürüm. Ya da belə ikisini. Bu belə tutacağım. Dəmirləri də var. Bunlara bakın, ne güzeldir. Belələri də var. Albina dedi ki, bunlardan alın. Belə qayışlar da var. Sumkalar üçün cürbəcür. Əgər sizin qayışınız sumkada xarab olubsa, amma sumka xoşunuz gəlirsə, gəlib buradan elə-belə də qayış götürə bilərsiniz. Ya da ki, nəsə toxuyanda. Bunlar isə sumkaların altlıqlarıdır. Amma mən altlığı olmayan sumka toxuyacağım yəqin. Bu da sumkaların bağlamalı yerləridir. Belələri də seçmək olur. Belələri də var. Balacalar da var belə. Burada da hər şey sumkalar üçün var. Bu da saplar. Nə cür istəyirsiniz? Nə rəngdə istəyirsiniz? Mən isə bura gəldim ki, bir sumkayı, çanta üçün bir şey götürüm. Bir də süfrə üçün. Belə bir şeylər də var. Bunun rəngi roza idi. Çəhraydım, burada belə görünür. Belə saplar da var. Mən orqanayzerləri bundan toxumuşdum. İndi rəngləri çoxalıb. Mən alanda bu qədər rəngləri yox idi. Bunlar isə bu kağız saplardır. Baxın, bunlardan da var. Belələri də var.
Oradan artıq hər şey aldıq və yol tutduq Rahat Marketə. Bizim yanımızda Rahat Market var və ora istədim gedim. Bir aralar bura tez-tez gəlirdim. 5-ci, 6-cı və bazar günü burada bütün tərəvəz və meyvələrə endirim olurdu. Amma bu dəfə gələndə o qədər yaxşı bir şeylər görmədim, o qədər sveji bir şeylər görmədim. Amma yenə də gəldiyim üçün bəzi şeylər aldım. Və istədim ki, biraz da sizin üçün çəkim. Burada nələr var və bəzi şeyləri aldıq. İndi artıq mağazadan gəldik və nə aldıq? Belə bir alça lavaşı 25 qəpik. Sonra bu neydi? Kabaçok. Kabaçok deməli gördüyünüz kimi 810 qramdır. 1 manat 61 qəpiyə. Kilosu isə 1.99 idi. Bir dənə kahve aldım 70 qəpiyə. Alma aldım 3.67-yə. Pomidor aldım. Pomidorun kilosu 2.99 idi. Mən isə 2.90-lıq aldım. Banan aldım. Bananın kilosu 2.19 idi. Mən isə 2.39 idi. Mən 2.19'luq aldım. Badımcan aldım. Kilosu 1.80 idi. Mən 1.73 aldım. Deməli, çaqqala rəngli 4 manat 20 qəpikli. Çoxdan bunu axtarırdım. Nəhayət ki tapdım. Sonra bu nədir? Qabaq tumlarını aldım. Bal qabaq tumunu 2 manat 8 qəpikli, kilosu 16 manatdır. Sonra gördüm ki, böyüyü var. Ona görə bir dənə də bundan aldım. Bunu da hər yerdə tapmaq olmur. Sonra sarı kök aldım. Uşaqlar özləri üçün belə Yumi, Roşenin marmeladkalarını aldım. Bir dənə belə batoncik aldıq. Sonra 2 cür chips aldı. Əslində bunları niyə almışıq? Niyə bu qədər uşaqlar keyfə düşüblər? Çünki sabahları yenə Albinə gəzməyə gedir. Ona görə rayona, yolda yeməyə və oralar üçün alıb. Bunu bir dənə belə konfet aldık, Roşen'dir bu da. Roşen'in lavitasını aldıq. Birini evə, birini də yola. Sonra belə çaylar aldıq. Ahmet tea. Bu deməli şəftalı və aloe vera'nın. Yaşıl çaydır bu. Da? Hiç bilmirəm, bu nə çaydır? Bir dəqiqə baxım. Natural. İndi açandan sonra aç görün baxaq. Bu nə çaydır belə. Belə yaşıl çay tez çoxalır, Albina həmişə içir. Qara beta bizim sevimli qara çayımız. Və burada qaldı xiyar və soğan. Bunları azaldım çünki o qədər xoşuma gəlmədi. Beləliklə bu qədər alışımız. Aç da bunu da bir dəfə də aç görüm içini baxaq. Открой, пожалуйста. Просто открой, Альбина. Yaşıl çaya oxşuyur. Yaşıl çaya oxşuyur və yenə də Открыть. Cəmi deməli qızlar mən 58 manat 48 qəpik xərcləmişdim bu alış-verişə. Aldıqlarımı yerbəyer edirəm. Meyvə və tərəvəzləri də bu dəfə yuyuram. Əslində həmişə meyvələri yuyuram, tərəvəzləri yox. Amma bu dəfə azaldığım üçün istəyirəm tərəvəzləri də yuyum, konteynerə qoyum. Və bu işləri eləyəndə həmişəki kimi son vaxtları Doktor Berqa baxıram və onun məsləhətlərini alıram. Bir də Rusiyalı biri var, Kseniya. Ona da baxıram. Bunlar hər ikisi çox gözəl məsləhətlər verir. Yeməyə necə yemək lazımdır ki, daha sağlam qidalanaq və kökəlməyək. Və ən əsası sağlam qidalanaq ki, bizim orqanizmimiz düzgün işləsin. Sağlamlığımız pozulmasın və mən bunu çox xoşlayıram eləyim. Çünki bunu eləyəndə daha da belə həvəslənirəm yemək bişirməyə, yeməyə bir şey almağa. Çünki xoşlayıram ki, hər bir şey zövqlə olsun, hər bir şey belə deyim, düşünmüş olsun. Ümumiyyətlə belə şeylərdən zövq alıram. Və ümumiyyətlə mən xoşlayıram ki, nəyisə eləyirəmsə onu yaxşı eləyim. Mən demirəm ki, hər şeyi ideal edirəm, amma ki, çalışıram ki, yaxşı eləyim. Və nəyisə öyrənmək olursa, nəyisə daha yaxşı eləmək olursa və buna vaxtım, gücüm, terpeniyam varsa, niyə də yox. Əslində demək istəyirəm ki, mən qız vaxtı çox xoşlayırdım yığışdırmaq. Mənim bacım həmişə yemək bişirərdi, mən isə evin səliqəsinə baxardım, yığışdırardım, paltarları yığışdırardım, evləri silərdim. Bütün belə deyim də təmizlik işlərinə mən baxardım, o isə yemək bişirərdi. Amma ailə həyatı qurandan sonra çox xoşlayıram yemək bişirməyi, bundan zövq alıram, yığışdırmağı da xoşlayıram həmişəki kimi, amma yemək bişirməkdən də indi daha çox zövq alıram. Düşünürəm ki, ümumiyyətlə yəqin ki, orada yəqin ki, biraz belə deyim də, mama var idi deyənə, mama bişirir deyənə, bacım var idi deyənə, məndən böyük bişirir deyənə, buna o qədər dəyər vermirdim, fikir vermirdim. Amma öz ailən olanda, öz uşaqların olanda sevdiklərin üçün bişirmək, bunun başqa bir ləzzəti var. Bundan mən çox zövq alıram. Gördüyünüz kimi bulyon orada bişir, sümüklər almışdım, böyük belə sümüklər, onlara zinc deyirlər, səhv eləmirəmsə, onları aldım, onları həmişə qaynadıram ki, məndə sümük bulyonu həmişə evdə olmalıdır, çünki çox faydalıdır. Faydası çoxdur, çox, bunu oxuya da bilərsiniz. Əvvəllər mən bunu dediyim kimi Orus həkimdən öyrənmişdim ki,
bu sümüyü çox bir 6-8 saat qaynadırsan vam odda və onun bulyonunu saxlayırsan və hər bir şey qreçkaya, düyüyə, supa hər bir şey əlavə edə bilərsiniz və çox gözəl sağlamlığa xeyir var. Mən məsəl üçün nə gördüm? 4 ildir mən bunu eləyirəm. Emil anadan olandan sonra bunu eləyirəm və mən gördüm ki, mənim deməli dırnaqlarım daha möhkəm oldu əvvəlki kimi. Qız vaxtımdakı kimi belə deyim. Bu qədər qabı yumayanda o vaxtlardakı kimi. Amma əslində qab bunun səbəbi deyil. Bunun səbəbi odur ki, yaş getdikcə orqanizm zəifləyir və bura deməli vitaminlər çatışmamazlığı olur, ona görədir və saçım tökülmür artıq, saçım daha keyfiyyəti yaxşı olub və çox bir şeylər hiss edirəm və sizə də məsləhət görərəm ki, belə eləyəsiniz. Və bugün ət almışdım, əti də indi doğrayacağam, yarısını farş edəcəm, yarısını isə tikə kimi saxlayacağam, hansısa bir plov eləsəm, nəsə eləsəm və mütləq mən həmişə alıram deməli mal əti, amma ona mütləq quyruq qatmalıyam. Əti qoydum buzluğa, çünki bugün çox yoruldum. Onu da eləməyə mənim belə deyim halım qalmadı, amma indi kabaçkovu vafelkalar düzəltmək istəyirəm. Buna deməli nə əlavə edirik? 2-3 qaşıq un, duz istiyor zövqə görə. 2-3 qaşıq smetana ya da ki mayonez. Məndə evdə smetanım qutarıbmış, ona görə mən mayonez əlavə elədim və 2 yumurta. Bunlar hamısını qəşəng qarışdırırsınız və bunu vafli qabında da eləmək olar ya da ki tavada adi aladzi kimi də eləmək olar. Mənim isə vafel insam xarab oldu, bilmirəm orada nəsə zamakani oldu, ona görə yəqin ki mən də bunu tavada hazırlayacağım. Hal-hazırda isə bu tezə aldığımız yaşıl çaydan içirəm və davam edirəm. Belə bir şey alınır, buzlar gördüyünüz kimi. Məncə kimin vafel insası yoxdur. Bunu tavada da eləmək olar. Tavada belə qoyursunuz, yayırsınız. Mən vafel insan biraz xarab olub, bilmirəm nədənsə. İşığı yanmır, işləmir. İndi yoldaşım baxır, alınmasa mən belə tavada eləyəcəm. Blinç kimi. Yayırıq tavaya. Bir damcı yağ tökün. Sivil içine yağ töksəz, kərə yağı lap dadlı olar. Və qızardım. Çay isə qızlar elə yaxşı qoxusu var ki. Bu deməli şəftalı ilə idi. Şəftalının iyisi sırası gəlir. Baxın biz nələr aldıq qızlar. Deməli belə mən süfrəyi toxumaq üçün bu rəngi seçdim. Sumka toxumaq üçün bu qolbaqlarla belə, amma hələ bilmirəm necə toxuyacağımsa. Sonra belə bir sap aldım. Bundan mən bu ağ rəngdəki sumkanı toxuyacağım mən. Və Albina da istədi özü üçün bu bənövşə rəngi götürdü bu qara setka ilə. Sonra belə deməli aldıq ip, bu qolbaqlar üçün olan nazik ipdir. Və bunun deməli metrəsi 10 qəpik idi. Mən burada desəm 2 metr almışam. Və bunu aldım. Məndə bir də sap qalmışdı. İstəyirəm bununla toxuyum özümə organizer. Ondan bir dənə toxumuşdum, görmüşdünüz. İndi bunu da toxuyanda görəcəksiniz. Yəni də yadınıza düşəcək. O birisini göstərəcəm sizə. Prosta o kvadrat idi. Daha doğrusu 4 bucaq, amma mən ondan tapmadım. Ona görə belə aldım. Apal. Mənim vafli aparatım düzəlmədi qızlar, ona görə mən də bunu da bişirdim tavada. Saat 6-dır, mən durmuşam, yoldaşımı yola salıram və səhər yeməyimizə bunları bişirdim. Sonra dünənləri yadımdan çıxdı, istədiyim ki dil almışdım, dili də qaynatdım, indi isə doğrayıb qoydum. Bu da belə konteynerə çox xoşlayırıq dilim. Dil almışdım dünən, dili belə qaynatdım, kəsdim və belə gözəli oldu. Bilirəm çox adam dil xoşlamır, amma mən çox xoşlayıram. Uşaqlarım da, oğlanlarım yeyir, yoldaşım yeyir, amma bir dənə Albina yemir. Bunu heç başa sala bilmirəm ki, bu çox faydalıdır. Ona görə mənim üçün dadı da çox dadlıdır. Amma yenə də hər adam bunu xoşlamır. Bunu da qoyacağım indi xaladelnikdən. Və bulyonlarımı göstərmək istəyirəm. Belə gördüyünüz kimi belə yığmışam, belə qablara tökmüşəm, qoymuşam. Bu qab bugünə düşüb silikondur. Amma yenə də bunun içində buzladıram və burada da biraz belə saxlamışam. İndi bunlar hamısı buz tutandan sonra bunları boşaltacağım. Deməli paketlərə və qoyacağım. Badımcanlarda istəyirəm bu aerogrildə qoyum, belə yağsız olsun. Bu da Emil durub, saat 10'dur. İndi də Emil məndən bilinçik istədi. Mən də onun üçün bilinçiklər hazırlayıram. Привет. Привет. Bu birinci bilinçikdir. Ona görə biraz belə balaca, belə çıxdı. İndi o birislər daha yaxşı olacaq. İndi isə yenə keçmişəm bura qızlar və bunları çap eləyirəm. Hələ çap eləyib qutarmamışam. Kəsmişəm hər şeyi. Burada baxın nə qədər var hələ.
Burada da nə qədər var. Bunlar isə çap olunanlardır. Bunları hamısını kəsəcəm bir-bir. Lipuçkalar yapışdıracağım və bunları hamısını eləmək lazımdır. Hələ saat 6-dan durmuşam, bu qədər iş görmüşəm, amma hələ bu qədər də işim var. Nəhayət ki, qızlar, bitirdim. Baxın, cəmi 2 dənəsi qalıb və indi göstərəcəm nə qədər oldu və nə qədər yenə də kəsməliyəm. Düzdür, bunu bir dəfə eləyəcəm inşallah sonra. Baxın nə qədər oldu, sonra lazım olmayacaq. Düzdür, başqa şeylər olacaq. İşdə həmişə nəsə lazım olacaq. Baxın nə qədər var, dəhşət. Heç qaldıra bilmirəm, bu qədər ağırdır. Axşam bunu bir dənə kino yandırıb, ayaqlarım istirahət eləmək üçün bunu da götürəcəm, qoyacam qabağıma, kəsəcəm və bir dənə də kinoya baxacam. İnşallah Emil imkan versə. Hərdən olur ki, Emil nəsə istəyir, imkan vermir. Onun da nastroyeniyasından asılı olur. İndi mən onu gəzdirəcəm axşam ki, biraz rahat olsun. Biraz rahat olsun, ev üçün darıxsın. Elə olanda hərdən sakitçilik olur. Amma heç yerə getməsək, hava da indi çox istidir, yaxşıdır. Bugün dəhşət istidir. Və fikirləşirəm ki, heç yerə getməsək, ola bilsin ki, narazıçılıq olacaq. Ona görə onu gəzdirib gələcəm, oturacam və bunları hamısını bir-bir kəsib papka düzəltəcəm. Beləliklə, hələ çox şey çəkmək istəyirəm sizə bugün. Həm paltarları yığışdıracağam, qış paltarları və yaz paltarlarını çıxartacağım. Nəhayət ki, paltarlara da çatdım qızlar. Paltarlarım belə böyük 2 dənə konteynerdədir ya da orqanayzer deyimmi? Deməli, belə böyük orqanayzerlərdədir. Siz yəqin ümumiyyətlə görmüsünüz, bu orqanayzerlər məndə evdə çoxdur. Həm hamamdadır, həm uşağın oyuncaqları var, həm də ki, bu qış yay paltarları burada çox udobludur. Bunlar karton kimidir, qıraqları möhkəmdir, rahatdır, formasında saxlayır. Ən birinci uşaqların otağından başladım və uşaqların paltarından. Çünki uşaqlar böyüyür, paltarlar balacalaşır və bəzi paltarlar olur ki, heç uşaqlar bəyənmir. Ona görə bunları hamısını sortirovka elədik bir-bir və Kamil burada mənə kömək edir. Albina isə biraz xəstədir deyənə heç bir köməklik edə bilmədi bugün. Dünən yaxşı idi, amma bugün durandan biraz özünü pis elədi. Sonra isə keçdim bizim şkafımıza və burada da biraz baxdım ki, nəyi heç geymirik, çıxardım, atım, nəyi isə saxlayım və bundan sonra isə yığdım qış paltarları və yay paltarlarımızı nəhayət ki çıxartdım. Əslində bu sezon paltarları yerbəyer etmək ya da qurtarmış sezonu yerinə qoyub təzə sezonu çıxartmaq ən sevimli işim idi balacalıqdan. Çünki indi o qədər deyə bilmərəm, çünki bunu sırf özüm eləməliyəm, amma uşaqlıqda bunu xoşlayırdım mamanla eləyəndə, çünki həmişə mənə elə gəlirdi ki, oradan nəsə təzə bir şey çıxacaq. Elə gəlirdi ki, unudulurdu daha doğrusu orada olan bir şeylər. Çünki uşaq idik, sezon gedənəcə bizə elə gəlirdi ki, vaxt çox gec gedir. Qışın 3 ayı bizə o qədər uzun gəlirdi ki, və yazda olan paltarlarımız, yayda olan paltarlarımız bəziləri unudulurdu. Ona görə də çox mən ləzzət alırdım bu işdən. Çünki hər bir şey çıxanda elə bil ki, yenilik olurdu. Elə bil ki, təzə bir hədiyyə verilmiş kimi olurdu. Fikirləşirdik ki, bu da var, bizim akası bu paltarımız da var imiş, heç bu yadımızda deyil və bu nə bilim, yenə də bir ailə abu havasını, yenə də evdə olan bir, hamımız birlikdə eləyən bir iş deyənə, ümumiyyətlə mən uşaqlıqdan da bunu xoşlayıram, indi də xoşlayıram, ona görə çalışıram ki, mənim ailəmdə də həmişə nəyisə birlikdə edək. Gördüyünüz kimi hər şey hazırdır. Bu uşaqların şkafıdır. Bundan da qabaq bizim şkafımızı göstərdim sizə. Narıncı konteynerlərdə formanı saxlamayan bir paltalarımı qoydum. Qalanları isə hamısını qatdalayıb qoydum. Belə bir böyük bağlama gəlib Temudan. Ən birinci istəyirəm sizə göstəreyim. Emil'in krasovkaları. Amma nəsə mənə bunlar böyük gəlir. Elə bir ki, böyükdür. Belə. Özü seçib qızlar bunu. Setkada ayaq görünür, görürsünüz. Kakras indi yaz üçün. Yaz başlasa. Bir dənə də krasovkalar. Kamil indi bunlar. Keçən belə qara krasovka sifariş etmişdim. Bunlar da əskidəndir, nəfəs alandılar. Bunlar da yaz üçün gözəldir. Bu deyəsən mənim koftamdır. Özümdən belə köynək sifariş etmişdim. Pambırdı qızlar bu. Çox gözəldir, belə deyilməliyim. Burası isə balançiklərlə, cins şalvarlarla, qara şalvarla. Məncə hər bir şeylə yaxşı gedər bu. Bir də özümə birinci dəfədir ki, Temudan cins sifariş etmişəm.
Jeansdır. Böyle bir kısa kimi görürəm, amma sonra da geyinib də göstərərəm sizə. Belə pis deyil. Yaz üçündür bu da. Materialı pis deyil. Burada belə cibləri var. Rozim koş. Böyük pasatkadadır. Arxa cibləri də belədir. Çox gözəldir və indi həmin kofta ilə göstərirəm sizə geyinəndə necə görünür. Bir də özümü belə üzü sifariş etmişdim. Çox gözəl idi. Ümid edirəm ki, burada da elə gözəldir. Əsas xoşuma gələn odur ki, baxın bunlar belə sallanır. Çox gözəldir. Bu açılır razmer olaraq görürsünüz. Bir razmerdə idi və bir rəng idi. Bu açılır, buranı da açsaq biraz da açılacaq. Məncə çox gözəldir. Ümid edirəm ki, bu qaralmaz. Bunlar isə Emil'in şalvarlarıdır. Bu dəfə demək olar ki, qızlar hələ Emil'lə Kamil üçün sifarişlərimdir. Geçən də belə sifariş eləmişdim, pambıq çıxmamışdı. Ona görə bu dəfə daha diqqətlə sifarişlər etdim ki, pambıq olsun mütləq. Belə bir koşanan, biri qara, biri də boz. Bu Kamil özünə sifariş etmişdi. Kompüter üçün. Power Gold xalça balaca belə. Balaca deyəndə uzundur bütün hər şey bunun içində. Qoymaq olur, amma orada gözüm daha gözəl görünürdü. Burada rənglər o qədər gözəl deyil. Amma yenə də Kamilin sifarişidir bu. Bu, baxın kimin kutkasıdır. 2 dənə belə qolsuz kutka sifariş etmişdim. Birini Kamil üçün idi. Bu Kamilindir. Bu yalancı bir şey. Ne diyor bu? Ha? Sonra Emil için de sipariş eləmişdim. Böyle bir kutka. Oy, bu bilmirəm, elə bir balaca görünür. Ha? Burada bir balaca görünür kızlar. Ama boyuna göre, yaşına göre sipariş etmişdim. Geyinib baxacağım, balaca olsam. Ya ki məsələn hədiyyə eləyərəm. Ya da ki, dəyişərəm. Baxarıq. Onda cibləri var. Keyfiyyəti yaxşıdır bunun da. Sadəcə olaraq balaca görürəm elə bir. Bu isə mən özümə gələn şalvar sipariş eləmişdim. Albina'nın da bundan xoşu gəlmişdi. Eynən ondan sipariş eləmişəm Albina'ya da. Prosta sadəcə olaraq baxın əynimdədir. Biraz rəngi fərqləndir. Bundan hiç o da. Kakras fərqli olsun. Bu isə Kamilin şalvarıdır. Kamil özünə cins şalvarı istəmişdi. Baxın belə qara. Rezinkadadır. Demək olar ki, sportivka kimidir, amma buna baxmayaraq cinsdir. Çox rahatdır. O da rezindir. Belə bir gözəldir. Keyfiyyəti də pis deyil qızlar. Yaz üçündür. Çox qalın deyil. Yaz üçün, yay üçün. Emil üçün şalvarlar sipariş etmişdim. 3 dənə belə. Bunlar da pambıqdır. Bunlar sadədir. Belə sadə. Cibləri də var. Rezinkada. Burası da rezin və 2 rəngi. Bunların linklərini sizə videonun altında saxlayaram. Bəlkə kimsə sifariş etmək istəsə baxa bilər. Burada qalıbmış. Kamil 2 cüt ayaqqabı sifariş eləmişdi. Biri idman üçün, biri gündəlik. Bunu da belə ayaqqabıdır. Bunu da idman üçün sifariş edilib özü üçün. Bu da ki qızlar Temo'dan sifariş etdiklərim. Köynək. Materialı çox gözəldir. Buradaki şalvar, şalvarın da materialı çok güzeldir. Rengi de gördüğünüz gibi süperdir. Cibləri de var, dərindir. Uzunluğu da yaxşıdır. Bakın. Her şey süperdir. Bura fikir vermeyin. Buranı bizdə bizim sarı pişiyimiz eləyib. Buranı da sonra düzəldəcəm. Belə. Mənim çox xoşuma gəldi bu köynəkdə hər bir şeyini geymək olar. Bu şalvarla da hər bir şey geymək olar. Məncə süperdir. Ütüləməmişəm hələ sadəcə olaraq. Amma qalan bir şeylər çox xoşuma gəldi. Burada da belədir, arxası da belədir. Arxadan da şalvarın cibləri var. Arxadan da cibləri var. Belə. Mən sizə təşəkkürümü bildirirəm ki, sonacan bu videonu izlədiniz. Hələ də abunə olmamışsınızsa mütləq abunə olmağı unutmayın. Gələn görüşlərə dək.